Salam əziz müəllimlər. Bugünkü verilişimiz kimya fənninə həsr olunur. Biz bugün Elmar İmanovun təqdimatında karbohidrogenlər mövzusuna dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Elmar müəllim. Salam. Elmar müəllim, bu mövzu ilə bağlı müəllimlərə hansı tövsiyələrinizi vermək istərdiniz? Ümumiyyətlə, deməli, kimyada biz ümumi proqramı 3 yerə bölürük. Ümumi kimya, qeyri-üzvü kimya və üzvü kimya. Biz ümumi kimya və qeyri-üzvü kimyaya aid bəzi test nümunələri ilə artıq müəllimləri tanış elədik. Üzvü kimyanı da biz 2 yerə bölürük. Bir karbohidrogenlər, bir də funksional qruplu üzvü birləşmələr. Bu gün biz karbohidrogenlər haqqında bəzi məqamlara, bəzi müəllimlərin marağını cəlb eləyəcək məsələ misal tiplərinə bugünkü verilişimizə həsr eləyəcəyik. Düşünürəm ki, müəllimlər üçün faydalı bir veriliş olacaq. Təşəkkür edirəm informasiya üçün. Buyurun, test tapşırıqlarının izahına başlayaq. İlk olaraq metan və butanın yanması ilə bağlı bir məsələdir. Cədvəldən də göründüyü kimi metan yananda A qram CO2 qazı, butan yananda isə 2 A qram CO2 qaz əmələ gəlibdir. Metan yananda M1 qram su, butan yananda isə M2 qram su əmələ gəlib və bizdən M1 bölünsün M2 nisbətini soruşur. Metanın 1 molu yandıqda tərkibində 1 molunda 1 mol karbon olduğuna görə 1 molu yananda 1 mol CO2 alınır. Butanın 1 molunda 4 mol karbon olduğuna görə butanın da 1 molu yananda 4 mol CO2 alınır. Buradan biz görürük ki, butanın yanmasından əmələ gələn karbon qazının kütləsi metanın yanmasından əmələ gələn karbon qazının kütləsindən 4 dəfə çoxdur. Amma məsələnin şərtində isə bizə deyir ki, 2 dəfə çoxdur. Onda biz belə düşünərik ki, biz butanı 2 dəfə azaldaq. Yəni, təxmini olaraq, yəni bunu fərqli qiymətlər də götürə bilərik. Əgər biz başlanğıc butanı da 1 mol götürmüşdüksə, indi yenə metanı 1 mol olaraq saxlayıb butanı 2 dəfə azaldırıq mol sayını, eləyir 0,5 mol. Deməli, 1 mol metan yandıqda 2 mol su, yəni 36 qram su, 0,5 mol butan yandıqda isə 2,5 mol su, yəni 45 qram su əmələ gəlir. Bizdən də metanın yanması zamanı əmələ gələn suyun kütləsinin butanın yanması zamanı əmələ gələn suyun kütləsinə olan nisbətini soruşur. Bu da 36-nın 45-ə, o da 4-ün 5-ə nisbəti kimi olacaq. Növbəti tapşırığımız alkinlərlə bağlıdır. Deməli, propin, butin 1 və butin 2 qarışığı verilibdir. Gümüş bir oksidin amoniakda məhlulu ilə reaksiyasına, bu qarışığın gümüş bir oksidin amoniakda məhlulu ilə reaksiyasına 2,5 mol gümüş bir oksid sərf olunubdur. Və bromla reaksiyasına isə maksimum 12 mol brom sərf olunubdur. Bizdən qarışıqda butin 2-nin mol miqdarını soruşur. Bildiyimiz kimi, alkinlərin tərkibində müsqat rabitə var. Yəni, alkinlərin 1 molu maksimum 2 mol bromla reaksiyaya daxil olur. Məsələnin şərtində isə bizə deyilir ki, alkin qarışığı toplam 12 mol bromla reaksiyaya daxil olur. Onda biz belə bir tənasüb qura bilərik ki, 2 mol bromla 1 mol alkin qarışığı reaksiyaya daxil olursa, bəs 12 mol bromla nə qədər alkin qarışığı reaksiyaya daxil olar? Tapırıq buradan 6 mol. Deməli, bizə məsələnin şərtində 6 mol propin, butin 1 və butin 2 verilir. Ondan sonra məsələnin şərtində deyilir ki, bu qarışıq 2,5 mol gümüş bir oksidlə reaksiyaya daxil olur. Bildiyimiz kimi, butin 2 bu reaksiyaya daxil olmaz. Nəyə görə daxil olmaz? Çünki butin 2-də 3 qat rabitə ilə birləşən karbonun hidrogeni yoxdur. Yəni, əvəz oluna bilən hidrogen yoxdur. Bu reaksiyaya propin və butin 1 daxil olur. Reaksiyadan da gördüyümüz kimi 2 mol alkin, istəyir propin olsun, istəyir butin 1 olsun, 1 mol gümüş oksidlə reaksiyaya daxil olur. Onda biz ümumi belə bir tənasüb qura bilərik ki,
1 mol gümüş oksidlə 2 mol alkin qarışığı reaksiyaya daxil olursa, bəs 2,5 mol gümüş oksidlə nə qədər alkin reaksiyaya daxil olar? Buradan da tapırıq eləyir 5 mol. Biz ümumi qarışığı da 6 mol tapmışdıq. Demək 6 molun 5 molu oldu propin və butin bir qarışığı. 6-dan da 5-i çıxacağıq, qalacaq 1 mol. Bu 1 mol da butin 2-nin mol miqdarı olacaq. Növbəti tapşırığımız 4 mol normal pentan izomerləşdikdə alınan qarışıqda üçlü karbon atomları ümumi karbon atomlarının 5%-ni, dörtlü karbon atomları isə ümumi karbon atomlarının 10%-ni təşkil edir. İzomerləşmə reaksiyasına əsasən izomerləşməyən normal pentanın mol sayını hesablayın. Gəl məsələnin həllinə baxaq. Bizə 4 mol normal pentan verib. 4 mol normal pentanda əvvəlcə ümumi karbon atomlarının mol sayını hesablayaq. 1 mol pentanda 5 mol karbon varsa, onda 4 mol pentanda toplam 20 mol karbon atomu olar. Və məsələnin şərtində deyilir ki, pentanın izomerləşməsindən 2 metil butan və 2,2 dimetil propan əmələ gəlir. Bunu biz hardan bilirik? Əslində bu məsələnin şərtində deyilmir. Məsələnin şərtində deyilir ki, orada üçlü karbon, bir də dörtlü karbon var. Biz bilirik ki, üçlü karbon normal pentanın 2 metil butan izomerində olur. Dörtlü karbon isə 2,2 dimetil propan izomerində olur. Üçlü karbonların ümumi mol miqdarı 5%-dir. Yəni 20-nin 5%-i üçlü karbondur. 20-nin 5%-i 1 mol eləyir. Deməli, qarışıqda 1 mol üçlü karbon var. 10%-i da dörtlü karbondur. 20-nin də 10%-i eləyər 2 mol. Deməli, qarışıqda toplam 2 mol dörtlü karbon var. Biz normal pentanın izomerlərinə baxsaq, görürük ki, 2 metil butanda bir ədəd üçlü karbon var. Üçlü karbon bilirik nədir? Karbonun qonşusunda birləşdiyi karbonların sayına görə biz bunu müəyyən edirik. Deməli, 1 mol 2 metil butanda 1 mol üçlü karbon var. Və əksini də düşünə bilərik. Deməli, üçlü karbonların sayı əgər 1 moldursa, deməli, onda belə çıxır ki, qarışıqda elə 1 mol 2 metil butan var. Eyni şeyi 2,2 dimetil propan üçün də deyə bilərik. Biz tapdıq ki, deməli, qarışıqda toplam 2 mol dörtlü karbon var. Qarışıqda 2 mol dörtlü karbon varsa, deməli, qarışıqda 2 mol 2,2 dimetil propan var. Yekun olaraq biz bunu deyə bilərik ki, deməli, başlanğıc olaraq 4 mol normal pentan verilmişdir və 4 mol normal pentanın 1 molu 2 metil butana, 2 molu isə 2,2 dimetil propana çevrilir. Onda izomerləşməyən normal pentanın da mol miqdarı 4 çıxılsın 3, 1 mol eləmiş olacaq. Deməli, növbəti məsələmiz aromatik birləşmələrin əvəzetmə reaksiyası ilə bağlıdır. Yəni, əslində bu məsələ elə bir məsələdir ki, bu məsələni həll eləmək üçün bizə lazım olan bilik məsələnin şərtində verilibdir. Biz sadəcə o bilikdən istifadə edib tətbiq eləyəcəyik. Deməli, nə deyilir bizə? Benzol halqasına metil qrupu birləşdikdə orta və para vəziyyətdə, karboksil qrupu birləşdikdə isə meta vəziyyətdə əvəzetmə reaksiyası baş verir. Bu, ümumi bir məlumatlandırmadır. Ondan sonra məsələmiz gəlir. Benzoy turşusunun metil qrupu ilə əmələ gətirdiyi birləşmənin izomerləri verilib. 2 metil benzoy turşusu, 3 metil benzoy turşusu, 4 metil benzoy turşusu. Və bunların hər birinin nitrat turşusu ilə əmələ gətirdiyi mononitro törəmənin sayını bizdən soruşur. Deməli, məsələnin şərtindən də bizə deyilirdi ki, karboksil qrupu əvəzetmə reaksiyasını meta vəziyyətdə, yəni meta vəziyyət hansı vəziyyətdir?
həmin qrupa nəzərən 3-cü karbonda olan vəziyyətdir. Yəni 1-3 vəziyyətidir. Onda belə çıxır ki, karboksil qrupuna görə bu karbonda və bu karbonda əvəz etmə reaksiyası baş verəcək. Eyni şeyi biz metil qrupu üçün də düşünürük. Metil qrupunda əvəz etmə reaksiyası dedik ki, orto və para vəziyyətində. Metil qrupuna görə orto vəziyyət bir karboksil qrupunun birləşdiyi karbondur və bir də para vəziyyət var. Yəni metil qrupu ilə 1,4 vəziyyətində olan karbon. Belə çıxır ki, deməli 2 metil benzoid turşusunda əvəz etmə reaksiyası deməli bu karbonda, bir də bu karbonda gedəcək və biz burada da həmin reaksiyaların məhsullarını göstərmişik. Deməli NO2 qrupu birləşib. Tabi burada mən hər dəfə nömrələmə aparıb maddənin adını desək vaxtımız çox gedəcək. Sadəcə biz şəkil olaraq baxanda da bunun fərqliliyini görə bilirik. Gördüyünüz kimi burada 2 maddə əmələ gəlib və bu maddələr hər ikisi fərqli maddələrdir. Buna əsasən biz deyirik ki, 2 metil benzoid turşusu 2 müxtəlif mononitro birləşmə əmələ gətirir. Eyni şeyləri biz 3 metil benzoid turşusunda və 4 metil benzoid turşusunda da deyirik. 3 metil benzoid turşusunda isə karboksil qrupuna görə meta vəziyyətləri görürük. Biri boşdur, biri deməli metil qrupu birləşib. Metil qrupuna görə isə orta və para vəziyyətləri görürük və həmin vəziyyətlərdə əvəz etmə reaksiyaları baş verir və bu törəmələrin sayı da 4 olur. Yəni buradan 4 müxtəlif 3 metil benzoid turşusunun mononitro birləşməsi əmələ gəlir. Amma para vəziyyətdə olduqda isə, yəni 4 metil benzoid turşusunda isə deməli karboksil qrupuna görə meta vəziyyət görürük buradadır. Metil qrupuna görə isə orto vəziyyət, demək karboksil qrupu ilə meta vəziyyəti ilə gördüyümüz kimi üst-üstə düşür və metil qrupunun para vəziyyətində də karboksil qrupu var. Onda belə çıxır ki, burada əvəz etmə reaksiyası sadəcə bu hissədə gedəcək, orta meta yazdığımız hissədə və bunların sadəcə bir dənəsini yazsaq kifayətdir, çünki digərini yazsaq təkrarı olacaq. Yəni, dolayısıyla bu reaksiyadan da yalnız bir mononitro törəmə əmələ gəlmiş olur. Onda ümumiləşdirsək, deməli 2 metil benzoid turşusundan 2, 3 metil benzoid turşusundan 4, 4 metil benzoid turşusundan isə 1 mononitro törəmə əmələ gələcək. Növbəti məsələmiz alkenlərlə bağlıdır. Propenin kütləsi verilib bizə A qram. H2 ilə reduksiya məhsulunun kütləsi B qram, su ilə reaksiya məhsulunun kütləsi isə C qram verilib. Buna əsasən bizdən A-nın qiymətini soruşur, propenin kütləsini soruşur. Bildiyimiz kimi propen 1 mol hidrogen birləşdirib propana çevrilir. Propen həmçinin 1 mol su birləşdirib izopropil spirti və yaxud da propanol 2-yə çevrilir. Propenin nisbi molekul kütləsi 42-dir. Hidrogenlə reaksiyasından özünə 2 qram hidrogen birləşdirir və kütləsi olur 44. Propenin dedik ki, nisbi molekul kütləsi 42-dir, özünə 1 mol su birləşdirir. 1 mol suyun da kütləsi 18 qramdır. Deməli, əmələ gələn spirtin kütləsi də olacaq 60 qram. Biz burada spirtin kütləsi ilə alkanın kütlə fərqini tapırıq, molyar kütlə fərqini tapırıq. Çünki məsələnin şərtində bizə o istiqamətdə tapşırıq verilir. 60-dan 40-a çıxırıq qalır, bunların molyar kütlələr arasındakı fərq 16. Onda biz belə bir tənasüb qura bilərik ki, 16 qram fərq yarandıqda reaksiyaya toplam 42 qram alken daxil olur. Və 8 qram fərq yarandıqda nə qədər alken daxil olacaq və buradan da biz cavabın 21 qram olduğunu hesablayırıq. Növbəti tapşırığımız asetlenin dimerləşməsi və trimerləşməsi ilə bağlıdır. Cədvəldə verilib ki, asetlenin trimerləşmə məhsulunun kütləsi x qramdır, dimerləşmə məhsulunun kütləsi isə y qramdır. Həmçinin asetlenin trimerləşməyə daxil olan mol sayı A, dimerləşməyə daxil olan mol sayı isə B-dir. X
bölünsün y bərabərdir 2 olarsa və asetlenin tamamilə reaksiyaya daxil olduğunu nəzərə alsaq, A bölünsün B nisbətini hesablayın. Biz bilirik ki, asetlenin trimerləşməsi nəticəsində, yəni bu reaksiya aktivləşmiş kömür katalizatoru iştirakında gedir, benzol əmələ gəlir. 3 mol asetlendən 1 mol benzol əmələ gəlir və dimerləşməsi nəticəsində 2 mol asetlendən 1 mol vinil asetlen əmələ gəlir. Deməli, trimerləşmə məhsulunun molyar kütləsi 78-dir, yəni benzol əmələ gəldi. Benzolun molyar kütləsi 78-dir. Dimerləşmə məhsulunun molyar kütləsi də 52-dir. Deməli, bizə məsələnin şərtində deyilir ki, trimerləşmə məhsulunun kütləsi dimerləşmə məhsulunun kütləsindən 2 dəfə çoxdur. Yəni, məsələnin şərti biraz mürəkkəb kimi görsənsə də, amma əslində sadə bir sualdır, sadə bir üsulla deməli, məsələnin cavabını tapmış olduq. Diqqətinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün faydalı olan bir veriliş oldu. Hər birinizə imtahanda uğurlar arzulayıram. Elmar müəllim, ətraflı izahınıza görə biz sizə təşəkkür edirik. Ümid edirik ki, həqiqətən də müəllimlər üçün faydalı bir veriliş olacaq. Əziz müəllimlər, bugünlük verilişimiz bu qədər. Növbəti verilişlərdə görüşənə qədər.